Türk Dövlətlər Təşkilatı dünyada baş verən olayların tam fərqində olaraq toplanmalıdırlar. Belə bir situasiyadan Türk dövlətləri necə xilas edilməlidir, nə kimi tədbirlər görülməlidir, onunla bağlı ciddi qərarlar verilməlidir. Dövlətlərimizin mübarizəsini iki cəhətli siyasətdə uyğun görürəm. Birinci, ortaq təşkilatlanmada, ikinci də daxildə, içimizdə ortaq təşkilatlanma mahiyyətinə uyğun olan kadro hərəkatının gerçəkləşməsində. Bunları biz etməsək, çox ciddi sorun yaşayacaq. Türk Dövlətlər Təşkilatının da iş qərarı ərzaqla, qida ilə bağlı olmalıdır. Elə bir ortaq qərara gəlməlidir ki, kənd təsərrüfatı məhsullarının istehsalı, qida sorunları Türk Dövlətlər Təşkilatının ortaq hərəkətlənməsinə, bir-birinə dəstək verməsindən dövlətlərimizin siklərin doldurulmasına xidmət eləsin. Azərbaycan ixracatını Türk dövlətlərini eləməlidir, onlar ixracatlarını digər Türk dövlətlərini eləməlidir. Əskiklərimiz də olmalıdır ki, biz bu krizisdən xilas olacaq. Çünki Qazaxıstanda olan elə bir qida məhsulları var ki, o bütün Türk dövlətlərini təmin eləyə bilər. Türk dövlətləri ortaq güclərini bir araya gətirsə, daha ciddi qərarlar verə bilərlər ki, bu məsələlər çözülsün. Digər tərəfdən də Azərbaycandan və Türk dövlətlərindən xarici dövlətlərə ixracatın qarşısı alınmalıdır. Maksimum bütün idxalat da Türk dövlətlərindən bir-birini olmalıdır. Belə olmasa, qiymətlərin kəskin bahalaşması dövlətləri vurub yıxacaq və eyni zamanda qida sorunu ac insanları ayağa qaldıra bilər ki, onlar heç dövlət də tanımaz, insan da tanımaz. Az insan hər şeyi dağıdar. Bunların olmaması, vətəndaşlarımızı qorumaq uğrunda mübarizə dövlətlərin bir nömrəli məsələsidir. Bunun da çıxış yolu ortaq Türk dövlətlərinin təşkilatlanma məsələsidir ki, biz ondan xilas olaq. Digər tərəfdən də güvənlik məsələsi ciddi məsələdir ki, güvənliyimizi artırmalıyıq. Ortaq istihbaratımız qurulmalıdır, kimliyinə asılı olmayaraq. Türk dövlətlərinin ortaq istihbarat təşkilatı qurulmalıdır. Ordumuz, silahlı qüvvətlərimizin ortaq təşkilatlanması gerçəkləşməlidir. Sənayemiz, hərbi sənaye kompleksinin güclənməsi, ortaq maliyyə gücünə dayanmalıdır. Türkiyədə olan bugünkü Anka-3, Kan kimi silahlar, füzələr ortaq güclə, ortaq maliyyə potensialından daha da inkişaf etdirilməlidir. Bütün Türk dövlətlərin brendinə çevrilməlidir Zahir bəy. Artıq oraya Maden Türkiyə yox, yazılmalıdır Maden Turan. Və bütün Türk dövlətləri bunun arxasında durmalıdır. Ortaq sənayemiz hökmən vacib məsələdir. Yoxsa Trump kimi insanlar dövlət başçısıdırsa, hər dövlətə təhlükə var, hər millətə təhlükə var. Hökmən biz ona qarşı mübarizəyə hazırlaşmalıyıq ki, belə başdan pozuq güclər dünyanı dağıda bilməsin. Biz o belə bir dağıdılmış dünyanın içərisindən çıxa bilək. Ciddi məsələlər. Bununla yanaşı iqtisadiyyatımızı ortaqlaşdırmalıyıq. Ortaq bazara dediyim kimi keçməliyik. Ortaq bankamız artıq olmalıdır. Türk dövlətlərinin öz parası olmalıdır. O parayla da dünya dövlətlərindən ticarət eləməlidir. Siz bilirsiniz ki, Rusiya, İran üyenindən ticarət eləyirlər. Avropa dövlətlərinə də təklif eləyirlər ki, bizdən nə alsanız Çin valyutasından alacaqsınız. Görürsünüz ki, dünyada ikinci bir valyuta qütbləşir. Belə bir qütbləşmənin qarşısında duracaq, Azərbaycan manatı ola bilməz, Qazax dəngəsi ola bilməz, Özbək somu ola bilməz, Türkiyə lirəsi ola bilməz. Yeganə və yeganə bu rəqabətə davam gətirə biləcək Türk dövlətlərinin ortaq valyutası ola bilər. O valyutanın arxasında böyük güc dayanmalıdır, maddi resurslar dayanmalıdır ki, o valyuta rəqabətdə məğlub olmasın, qalib duruma gəlsin. Bütün potensialımızı da bunun üstündə qurmalıyıq. Artıq Amerika ilə, dollarla, Çinlə də yen üzərində ticarətimizə getməliyik. Onlar da bizim valyutadan bizdən mal almalıdırlar. Başqa yol yoxdur.